Tarix 2026 16 may gecə saat 12:15. Məkan Azərbaycan Respublikası Sumqayıt şəhəri. Müasir neyroelm və idrak elmi sübut edir ki, insanın reallıq adlandırdığı dünya əslində beynin yaratdığı daxili bir model ola bilər. İnsan gözü əşyaları birbaşa görmür. İnsan qulağı olduğu kimi eşitmir. Ətrafdan gələn işıq, səs, toxunma və digər siqnallar beyinə çatır. Beyin bu siqnalları birləşdirərək bir dünya hissi yaradır. Bir illüziya dünya yaradır. Rənglər, səslər, qoxular, hətta zaman hissi belə beynin içində formalaşan təcrübələrdir. Beyin həyatda qalmaq üçün davamlı olaraq ətrafı analiz edir, təhlükələri müəyyənləşdirir, boşluqları doldurur və hadisələrə məna yükləyir. İnsan özünü tam məntiqli hesab etsə də, beyin çox zaman bilmədiyi şeylərə belə hekayələr uyduraraq izah verir. Beyin səs çıxarır, səsdən söz yaradır, sözdən dil yaradır. Emosiyalar və sosial münasibətlər də təkamül boyu insanın həyatda qalması üçün formalaşmış mexanizm kimi görünür. Bu, təhlükədən qorunmaq, sevgi, birlik yaratmaq, dil isə əməkdaşlıq etmək üçün beyin tərəfindən inkişaf etdirilib. Elm adamlarının son gəldiyi nəticə isə budur. Bu baxımdan insanın yaşadığı həyat bəlkə də obyektiv reallığın özü deyil, beynin yaratdığı bir interpretasiyadır. Yaşamaq üçün qurulmuş bir illüziya sistemi. İnsan gerçəyi olduğu kimi görmür. Sadəcə beynin ona yaşamağa icazə verdiyi versiyasını yaşayır. Bu məlumatlar bugün bütün dünya gündəmində manşetləri zəbt eləmiş, real faktlara söykənən, sübut olunmuş bir həqiqətdir. Heç bir inkarı yoxdur, heç bir alternativi yoxdur. Bu qədər danılmaz bir həqiqətin içində mənim paylaşdığım bir Tanrı videosunun altına girib yazan yüzlərlə Allah hər şeyi biləndir, Allah hər şeyi görəndir, Allah belə, Allah elə. Azərbaycanlı, sən nə gündəsən? Sənə ürəyim ağrıyır. Sizə ürəyim ağrıyır. Biz böyük bir okeanda, zülmət bir gecədə, batmaqda olan bir gəmidə sərnişinlərik. Mən isə sizi oyanın, heç olmasa bir-birinizi sonuncu dəfə görün deyə oyatmağa çalışan bir oyaq sərnişinəm. Siz isə gördüyünüz yuxunun təsiri ilə mənə abala, başımı at, yat. Qoy Allah baba da bizə nağıllar desin demək istəyirsiniz. Mən isə son nəfəsi burunla alıram. Uğurlar. Allah hər şeyi biləndir. Allah hər şeyi görəndir. Əbülfəz köməyiniz olsun. Hüseyin sağdan, Əli soldan. Ya Əbülfəz, ya yazıq Azərbaycanlı, ya yazıq Azərbaycanlının başına talət çıraqı geydir.